Aha, 6-cı suala baxırıq. Şu şəkildə hər birinin kiçik kvadratın tərəfi 2-dir. Kvadratın tərəfi 2-dir, yadda saxlayın. Kvadratın tərəfi 2-dir. Və yaşıl hissənin, rəngli hissənin sayısı yazılır. Burada uşaqlar mən görürəm nə edirəm. Yəni gözə yarı olsa da yaşılları kvadrata tamamlamaq istəyirəm burada. Axı burada kusok hissələri var. Baxın bunun bu hissəsi boşdur. Kvadrat deyil axı. Mən nə edəcəm burada? Bax fikir verin. Bax bu balaca hissə var. Belə göstərdiyim hissə var. Ora dolsaydı hansı hissə ora daxil ola bilərdi? Bu balaca hissə var. Yaşılla hissə olan. Demək ki, həmin bu balaca hissəni, bu balaca hissəni demək ki, həmin bu balaca hissəni mən buranı rəngləməklə alıram. Yəni buranı mən bir dənə kvadrata tamamladım. Sonra eyni zamanda bura boşluq var. Bura boşluq var, düzdürmü? Həmin o hissəyə də mən baxın, burada bir dənə yaşıl hissə var, balaca yaşıl hissə. Bax onu həmin o boşluğa yazacağam. Olacaq nə? Bir dənə tam kvadrat burada. Sonra yuxarıda olan bu trapesiya var, yaşıl. Bax bu hissəni götürürəm, qoyuram bu ağ yerə. Bir də deyirəm, bax bu trapesiya olan rəngli hissəni, yaşıl hissəni qoyuram həmin bax bu yerə. Qoyuram bura boşluğa. Fikir verin, nə olacaq onda? Həmin bu hissəni götürəcəm buradan. Qoyacam bura. Oldu nə? Bir dənə tam kvadrat. Sonra mən götürürəm bu balaca hissə var ha. Balaca bir dənə yaşıl var burada. Bunu götürürəm, qoyuram bura. Bax qoyuram bura. Gördünüz? Bax bu yaşıl hissəni götürürəm bu ağ yerə qoyuram. Bu ağ yerə. Olur nə? Bir dənə kvadrat. Bura bir dənə kvadrat olur burada. Tam kvadrat. Sonra nə edirəm? Bu yaşıl hissə var ha. Buradakı yaşıl hissə. Buradakı yaşıl hissə. Onu götürürəm, qoyuram bura. Buranı rəngləyirəm. Olur nə? Deməli olur nə? Tam bir dənə kvadrat burada. Tam bir dənə kvadrat. Ondan sonra da vəssalam. Bax mənim tam kvadratlarım var. Bunlar istifadə olunub. Hər biri istifadə olunub. Bir dənə qaldı, bir dənə bu yarımçıq. Bu tam yarımçıq. Niyə? Kvadratın diaqonalı onu yarım yerə. Bu 0.5-dir. 0.5 kvadratdır yəni. Onda burada sayım kvadratları. Bax 1, 2, 3, 4, 5 və 6. Rənglilərdən söhbət edir. 6 burada 0.5. Olacaq nə? 6.5. 6.5. Nə? Tərəfi x-dırsa x kvadratı. Axı tərəfi 2-dir. 2-nin kvadratı 4. Deməli 6.5-i vurmalıyam nəyə? 4-ə. 6.5-i də 4-ə vuranda neçə eləyər? 24, 26. Mənim cavabıma görə cavab olacaq 26 C variantı. Yəni gözəyarı olaraq şəkilləri tamamladım burada kvadratlara. Kusok hissələri birləşdirdim. Kvadratlar 6 dənə kvadrat və yarımçıq da burada bir dənə tək qalmışdı. Onu da hesabladım. 6.15. 4-ə niyə vurdum? Çünki kvadratın bir kvadratın tərəfi 4-dür. 2-dir daha doğrusu. Sahəsi də 4-dür. Növbəti suala baxaq. Demək 7-ci sualda bizə deyir ki 7-ci sualda aşağıdakı şəkli prizmaya tamamlamaq üçün ən az neçə kiçik kub lazımdır? Tamamlamaq üçün uşaqlar biz bilməliyik ki bu tamamlamaq harda dayanacaq? Neçəni neçə olacaq? Baxın elə burada var ki bunun bax bu hissəsi neçə dənə kiçik prizmadan ibarətdir. Baxın 1, 2, 3, 4 bir də onun altındadır. 5-dir. Yuxarısı nə qədərdir? Bir dənə altdakı 2, 3, 4 və salam. Yuxarı doğru 4. Çünki 1, 2, 3 var. Bir dənə aşağı 4. Bəs buradan, bax bu istiqamətdə nə qədərdir? 1, 2, 3, 4, 5, 6. Bir dənə də o tərəfdə var. 7. Deməli ki, bu 5-in 4-ə 7-yə olan bir fiqurdur, prizmadır ümumilikdə. Yəni bir də baxın. Burada 4-dən olacaq. 1, 2, 4 dənədir. Burada 5 dənədir. Və burada isə 7 dənədir. Kiçik prizma. Bunların hamısını bir-birinə vuranda tam bir dənə böyük prizma əldə edəcəyik. Deyir ki, 5-i, 4-ü, 7-yi bir-birinə vur. Buradakıları çıx. Tamamlamaq üçün əldə olunan kiçik prizmalar tapalarım. Deməli, 5-i 4-ə 20, 140 dənə eləyəcək. Ümumi 140 dənə olmalı idi. Buradakıları çıxmalıyam. Buradakıları çıxmaq nə deməkdir? Fikir verin, diqqətlə 5, 4, 7-ni toplamayaq ha. Burada fikir verin, nədir məsələ? Bax, məsələn, buradakını 5 götürdümsə, da onu hesabladım bir dəfə. Altdakını bir dəfə hesablamışam, ikinci dəfə hesablamıram. Buradakını artıq nə götürürəm? 4 yox, 3 götürürəm.
Buradakını da elə sayıram. Bax 1, 2, 3, 4, 5, 6 dənə götürürəm. Nə qədər olur bunların cəmi? 5, 3, 6-nın cəmi 14 olur. Aldığım o 140-dan da 14-ü çıxıram, 126 cavabını almış oluram. Cavab burada B variantı olmuş olacaq.